Niyə qurd sözü dilimizdə həm canavar, həm də soxulcan deməkdir? Qədim türk dillərində canavar üçün istifadə edilən əsas söz börü idi. Bu söz bu gün də Qazax, Qırğız və Uyğur kimi bir çox türk dillərində mövcuddur. Qurd sözü isə türk dillərinin əksəriyyətində sadəcə soxulcan üçün işlədilir. Bəs onda nə baş verdi ki, yalnız Oğuz dillərində börü sözü demək olar ki, yoxa çıxdı və onun yerini qurd aldı? Dilçilərin ən geniş qəbul etdiyi izaha görə, Oğuzlar canavarı həm müqəddəs, həm də təhlükəli hesab etdikləri üçün onun əsl adını işlətməkdən çəkinməyə başladılar. Buna bənzər bir vəziyyəti Qıpçaq dillərində də görmək olar. Börü sözü yaşamağa davam etsə də, gündəlik danışıqda canavar çox vaxt qarışqır və ya qasqır kimi sözlərlə ifadə olunur. Ancaq bu açıqlama məsələni tam həll etmir. Əgər səbəb həqiqətən tabu idisə, niyə digər türk xalqları börü sözünü qoruyub saxlayıb? Üstəlik, Oğuz dillərində canavar üçün niyə məhz qurd sözü seçildi? Bəzi dilçilərin fikrincə, canavar mənasını verən qurd ilə soxulcan mənasını verən qurd tarixən eyni söz olmaya bilər. Lakin burada da maraqlı bir problem ortaya çıxır. Türkmən dilində gündəlik danışıqda canavara çox vaxt möcək deyilir. Halbuki möcək Azərbaycan dilindəki böcək sözü ilə eyni kökdən gəlir. Yəni Oğuz dillərində börü sözü yoxa çıxmaqla yanaşı, müxtəlif bölgələrdə onun yerini həşəratla bağlı fərqli sözlər tutub. Bu gün börü sözünün niyə məhz bu sözlərlə əvəz olunduğu hələ də tarixi dilçiliyin tam cavab tapa bilmədiyi maraqlı suallardan biridir.